anadan olmasının 103 illiyinə həsr olunmuş bir qaçış maratonudur. Qeyd etmək istərdim ki, bu Azərbaycan Fransız Universiteti tərəfindən təşkil olunmuşdur. Azərbaycan Fransız Universiteti həm də bu illəri öz yubileyini, 10 illiyini qeyd etməkdədir. 10 il qabaq Azərbaycan Dövlət Neft Sənaye Universiteti ilə Fransanın Strasburg Universiteti arasında ikili diplom proqramları başlanmışdır. Yəni Azərbaycan Fransız Universiteti yaranmışdır. Bu ildə biz onun 10 illiyini qeyd edirik. 10 il ərzində çox uğurlu məzunlarımız olmuşdu. Universitetdə ən yeni beynəlxalq standartlara uyğun olaraq infrastruktur yaradılmışdır. Bu ildə biz bu nailiyyətləri müxtəlif tədbirlər vasitəsilə qeyd edirik. Hamıya uğurlar arzu edirəm. Bugünləri Ulu Öndər Heydər Əliyevin 103-cü il dönümü münasibəti ilə, eyni zamanda da UFAZ-ın yaradılmasının 10-cu il dönümü münasibəti ilə gənclər arasında, tələbələr, eləcə də həvəskar qaçışçılar arasında marafon 10 kilometrlik UFAZ, 10 il, 10 kilometrlik bir marafon təşkil olunur və bu günləri çox sevinirik ki, bu günü biz gənclər arasında daha da populyarlaşdırmaq, idmanın, eləcə də bu tip yarışların daha da reallaşdırılmasına və eləcə də gənclərə töhfə verilməsinə inanaraq bu tədbirlərə start verdik.